Bütün qədim şərq şəhərləri kimi Gəncənin də tarixi, əzəmətli qala divarları və bu divarlardan şəhərə daxil olmaq üçün bir neçə qapısı var idi. Ancaq əsrlərin dolaylı keçmişlərində bu qala divarları və qapılar məhv olaraq tarix oldu. Sonradan bir neçə dəfə Gəncənin tarixi qala divarları və qapılarının bərpasına cəhdlər oldu. Bugün biz məhz Gəncənin tarixi qala qapılarının bərpası haqqında danışacağıq. Əvvəla onu deyim ki, Gəncə darvazaları indiki bu göstərilən yerdə olmayıb. Gəncə darvazalarının köhnə yeri indiki Gəncə çayının içərisindədir və İmamzada məqbərəsinin düz yanındadır. Qala divarının tikilişində elə düzəltmişdilər ki, Gəncə çayı həmin divarın yanından keçirdi və təbii bir səngər, təbii bir müdafiə sistemini özündə əmələ gətirirdi. Gəncə darvazalarının tarixi 1139-cu ildən əslində belə götürəndə başlayır. Gəncədə zəlzələ baş verir. Bundan istifadə edən Gürcü şahzadəsi Demetri Gəncəyə hücum eləyir. Və əhali qarət edilir. Bir xeyli adam əsir aparırlar. Eyni zamanda Gəncə darvazalarının da birini aparırlar. Və Gelati monastırında həmin darvazanın bir hissəsi monastırın təmirinə sərf edilir. Bir hissəsi isə indiyə qədər də saxlanılır. 2006-cı ildə AMİA-nın Gəncə bölməsi nəzdində yaradılmış xüsusi komissiya tərəfindən hazırlanan rəmzi Gəncə qapılarının 2007-ci ildə dövlət başçısının iştirakı ilə açılışı olur. Ancaq nədənsə bir neçə il sonra qapılar və bərpa edilmiş qala divarının hissəsi sökülür. Sonradan aqibəti naməlum olan qapıların bir tayı onların hazırlanmasına rəhbərlik etmiş əməkdar rəssam Şahik Məmmədov tərəfindən tapılır və hazırda elə onun şəxsi həyətində qorunur. 2003-cü ildə deməli biz Kutaisi şəhərində olduq və orada xahiş elədik ki, Gəncə darvazasını görmə ziyarət eləmək istəyirik. Gelati monastırı var dağın başında, orada monastırın həyətindədir. Qurucu Davidin, 4-cü Davidin qəbrinin yanında divara sökənmiş vəziyyətdədir. İdeya yarandı ki, bəlkə özümüz bərpa eləyək darvazanı, materiallar əsasında. Monastırda bir taydı, biz hər iki tayını bunun bərpa eləmək fikrinə düşdük. Necə var, olduğu kimi. 2006-cı ildə artıq ilin sonuna yaxın darvaza hazır oldu. O vaxt qəzetlər, jurnallar çox yazıb baxdı. Qalanın üstündə və darvazaların yanında yerdə toplar da qoyulmuşdu. Biz bu darvazanı bir abidə kimi qoymuşduq. Sonra indi şəhərin girişində qoyulan onlar simvolik darvazadır. O Gəncə darvazası deyil. Hazırki şəhər qapıları isə 2014-cü ildə istifadəyə verilən Gəncə qala qapıları Arxeologiya və Etnografiya Muzeyi abidə kompleksinə daxildir. Kompleks şəhərin Məqbərə qapısı adlanan qapılarının bərpa olunan variantı hesab olunur və Gəncə-Bakı magistral yolunun hər iki tərəfində yerləşir.